33 yazıram. A kvadratı üstə gəl 9B kvadratı. İki qoşma kompleks. Qoşma kompleks ədədlər nə deməkdir? Yəni, nədir mənfi olan? Xəyali hissəsi. Əmsalı mənfidir. Bunu yazıram bu şəkildə. A kvadratı 9B kvadratının yerinə 3B vurulsun i-nin mötərizə kvadratı yazsam. Amma qarşısında da mənfi. Bu eləyir 9, bu eləyir B kvadratı, bu da eləyir i kvadrat. I kvadratı mənfi olduğuna görə qabaqda da bir dənə mənfi var. Müsbət elədi. Yəni, nəticədə 9B kvadrat elədi. Amma biz burada nə aldıq? Bir dənə müxtəsər olma düsturunu tətbiq edəcəyimiz bir şey aldıq. Bərabərdir. İndi istənilən sualın cavabını aldıq. A çıxılsın 3B vurulsun i. A üstə gəl 3B vurulsun i olmuş oldu. Həm də qoşma olmuş oldu. İndi bizə nə istəyir? Bizə deyir ki, hasıl şəklində vəssalam, göstərməyimizi istəyir. Başqa bir şey də var. Budur. Bu qədər.